Şəbnəmə dediyi sözlərdən sonra biraz məncə aramız... Amma Nazlı xanım, yox incimədim ondan. Məndən bir ay sonra həmən Ofeliya xanım nəfəsi çağırmışdı oğlunun toyuna. Mən yox. Ondan sonra başladı, nə başladı? Məndə elə də olmamış. Onu sonra abartdılar. Yəni qəsrin nəfəsdir burada. Yox, məndə o yayılmamışdı. Qədaş özü anasının başına bu səfərdən sonra başladı. Mən fikrimi ifadə eləmək istəyirəm. Bu yaxınlarda Gürcüstanda zaur veriliş çəkəndə, orada həm də verilişdən sonra işarət yarandı ki, insanlar pul xərcləsin. Mənə adiyyatı var onun. Deyim. Orada oxudu Qızlar Arzu xanım, o birisi Qızlar Filmi mənə adiyyatı var onun. Başqa bir işlər reklam edir, başqalarında da mənə elə də. Eləyirəm. Zal ürəkdir. Orada qızların hamısının əlinə pul verildi, hamı belə mikrofonun üstə belə lüləylədilər, xalqın gözünə soxa-soxa oxudular. Axşam gələndə prinsipə dedim ki, açın pulunuzu sayın. Mənim pulum onlarda 2 dəfə çox idi, amma əlimdə pul görünmürdü. Onu demək istəyirəm ki, sən məni anlamırsan. Bizə gələndə 6 manatlı konfet alıb gətirdim uşağın yanına. 6 parça 40 qurumundan sana yalanca. Deyirəm ki, yəni bu pulu gözə soxmaqla deyil. Devlət xəlvət. Olan var, olmayan var, nəfs var. Şəbnəm onsuz da pulunu alıb toya gedir. Ona haşa baş versinlər. Canım mənim, o gedəndə bir şabaşa gedir. Mən devlətimə də qurban olum. Qanununa da qurban olum. Adı devləti bilir. O devlət xəlvətə də qurban olum. Bilirəm nə deyir. Biz halal pulumuzu xalqımızda qazanırıq. Xalqımız var olsun, elə siz xərcləyin. Siz xərcləyin çünki bizim Bugün istəmirdim, istəyirəm. gözəl ifadə. Sənə qurbandır.